Salam əziz şagirdlər, mən Samir Balaçı. Son vaxtlar paragraf writing ilə bağlı ünvanlanan bəzi suallara cavab vermək istəyirəm. Birinci sual, biz paragraf yazarkən mütləq giriş cümləsindən, yəni hook sentence-dən istifadə etməliyikmi? Cavab, xeyr. Bunu etməyə məcbur deyilsiniz. Ancaq düzgün, mövzuya uyğun bir hook sentence-dən istifadə etmək də sizin üçün faydalı olar. Ən azından paragrafda söz sayını artırmış olarsınız. Misal üçün deyək ki, sual belədir ki, do you think online shopping is better than traditional shopping? Bunun üçün bir hook sentence nə ola bilər? Yaza bilərsiniz ki, nowadays many people prefer shopping online. Yəni bu artıq sizin fikriniz deyil. Bu ümumi bir giriş cümləsi idi. İkinci ən çox verilən sual budur ki, biz topic sentence yazarkən mütləq to my mind, from my point of view tipli sözlərdən istifadə etməliyikmi? Xeyr, bunlardan da istifadə etməyə məcbur deyilsiniz. Ancaq istifadə etsəniz də bu səhv kimi göstərilməyəcək və əksinə sizin paragrafınızda söz sayının artmasına səbəb olacaq. Çünki siz bunlardan istifadə etməsəniz də, siz topic sentence-də deyəndə ki, online shopping is better than traditional shopping for some reasons, bu artıq sizin mövqeyinizi ortaya qoydu. Ancaq qarşısında from my point of view to my mind desəniz də, bu da söz sayını artırmış olur. Yəni, nə bu sözdən istifadə etmək, nə də bu sözdən istifadə etməmək sizdən bal aparmaz.